Deməli dostlar, bu günlərdə bəyimiz gəlib ki, mənim saçımı perma ilə, yəni buruq-buruq elə. Gördüyünüz kimi bəyimizin saçı, düz saçı var və biz perma üçün bizə nələr lazımdır? Birinci, təmizliyimizi qorumaq üçün və bunu taxırıq, həm də rahatçılığımız üçün bizə lazım olan buqdilərimizdir və gördüyünüz kimi buqdilərimiz burada olur və ən əsas da perma kağızı. Və bu formada kağızı götürürük və görürsünüz. Perma kağızımızdır və bizim dərmanımızdır. Dərmanımız və bizə lazım olan darağımızdır ki, saçı ayırıb tutmağımız üçün və dərmanı vurmaq üçün şpilsimizdir. Bir də ki, şpilkalar. Və bu şpilkalarla da saçı ayırıb bir-bir eləyirsiniz. İndi biz sizə permanın bütün gedişatını göstərəcəyik. Bizi izləmədə qalın. Bəyənin, zəhmət olmasa abunə olmağı da unutmayın. Və başlayaq permamıza. Permaya başlamamışdan ilk öncə saçı və bu formada qəşəng yuyuruq. Və 2 dəfə öncə yumayla yuyuruq ki, saçı tərtəmiz olsun. Hə dostlar, bax gördüyünüz kimi başlayırıq permamızı yerinə getirək. İndi də dərmanımızı süzürük qabımıza. Bax bu formada uşaqlar çəkirik saça. İndi daha yaxından göstərəcəm sizlər üçün ki, tam rahat şəkildə görə biləsiniz. Bax görürsünüz. Deməli, burada bir məsələ də var da, Yunus. Seyrək saçlar neçə nömrəli dərman işlətməlidir və qalın saçlar neçə nömrəli? Deməli, usta, saçın növünə görə dəyişir dərmanlar. Məsələn, saç adi saçdırsa, heç bir yanması falan yoxsa, bir nömrə dərmandan istifadə edə bilər ki. Amma saçda yanmalar, qırıqlar varsa, bu zaman 2 nömrə dərmandan istifadə edə bilər. Yaxşı, bəs kraskalı saçlar? Kraskalı saçlar, xınalı saçlara o zaman 3 nömrəli dərmandan istifadə olunur. Aferin. Bir də var, məsələn, refleli saçlar. Refleli saçlara 4 nömrə dərmandan istifadə olunur. Əla. İndi hal-hazırda Yunus, nə iş görürsən? Hal-hazırda usta ayırmış gedirik, saçın bir hissəsini ayırırıq və buradan başlayırıq saçımızı vurmağa. Səliqəli. Bəli, bəli. Onu da qeyd edim ki, xətt ayrımında gərək düz ayıraq ki, biz buran zaman heç bir əyrilik olmaz. Aferin sana. Deməli usta, saçın kəsimini asılı olaraq bax, bu hissə ilə bu hissə tam uyğunlaşmamadığına görə və buralar qısa olduğuna görə biz burada balaca buqdilərdən istifadə edəcəyik. Ay sağ ol. Bu zamanda bizə lazım olan buqdilər bax bunlardır. Ay sağ ol. Baxaq. Qısa buqdilər. Ay, Yəni yaşa. qısa tüklərə istifadə olunanlar. Bununla biz saçın bu hissələrini vuracağıq. Bəs ortasının hansı ilə? Ortası uzun olduğuna görə bu zaman biz 0,7 nömrəli buqdi Bəs ilə. bayaqki nömrəsi neçə idi? Bu nömrəsi də 0,5. 05. Bəli. Əla. Bu şəkildə saçı bir hissəyə ayırırıq. Ondan sonra bayaq da qeyd etdiyimiz kimi perma kağızını götürüb
saça bu formada. Və bundan sonra da bu qidini kağızın ətrafında bu formada fırlada gətirib ən sonda da bunu bura keçirib bu formada burur. Çox rahat. Bəli, bəli. Və bu yanmalar nədən baş verir ayın usta? Yanmalar usta dərmanı çox saxlamaqdan, daha sonra düzgün istifadə olunmamasından çox şey asılıdır. Məsələn, elə dərman var ki, müxtəlif formada saxlanmalıdır. Lakin bəzi insanlar onu tam saxlaya bilmədikləri üçün saçda yanmalar baş verir. Yanmalar, qırılmalar hamısı baş verir. Bir saçı neçə dəqiqə lazımdır ki, saçı burmaq? Saçın uzunluğuna görə dəyişir, maksimum 15-20 dəqiqə. Qısa saçlar daha rahatdır, yoxsa uzun saçlar? Əksinə, uzun saçlar daha rahat olur. Qısa çətin, ha? Bəli, bəli. Neçə ildir bu sahədə işləyirsiniz? Artıq 2 ilə yaxındır. 2 ilə yaxındır. Hansı salonda? İboz studiyoda. Ustan kim olub? Mehman usta əlbəttə ki. Sən bilirsən də Azərbaycana ən səs salan, ən gözəl perma ustalarından birisən sən. Bugünkü gündə hamı sənin permava həsrət aparır. Onu deyim ki, usta, başda siz İndi gəlin biz bu müştərimizdən də soruşaq. Qardaş, sən bizim yanımıza hardan gəlsən? Biz sizin yanınıza Badamlardan gəlirəm. Batamdatdan gəlsən. Bizi harda gördün, necə izlədin, necə xoşun gəldi, sənə kim sevdirdi bu firmanı? Sizi əvvəl YouTube-da gördüm. YouTube-da gördün. Ondan sonra qardaşımı gətirdim sizin yanınıza, permələtdirdi. Hə, qardaşınızın da saçını permələmişik biz. Hə, bəli. Permələtdim, sonra ondan xoşum gəldi, yenə təzədən gəlmişəm bura. Ay maşallah. Neçə ayda qardaşın permələtdirib bizdə? Bir aydır. Bir ayda. Qəşəng qalıb? Çox qəşəng qalıb. Hay Allah. İndi dostlar, kiçik hissə bitəndən sonra yeni bir hissə ayırırıq. Tam bu formada yenidən əvvəlki kimi düz bir hissə ayırırıq. İndi dostlar, baxın, bu hissə uzun olduğuna görə, saçın bu hissəsi. İndi biz 0.7 nömrəli bu qiddən istifadə edərək bu hissəyə başlayırıq vurmaq. Bunu da yenə əvvəlki kimi saçı bir hissəyə götürürük. Kağızı qoyub və başlayırıq yenə əvvəlki kimi formada vurmağa. Bunu da yenidən bura salıb formada vurur. Və yenidən sıranı götürəndə, baxın dostlar, gördüyünüz kimi. Və dostlar, baxın, yeni tükü buradan götürəndə, baxın. Bunun istiqamətində tükü ayırırıq bu formada. Və bunu yenidən darıyıb, bunu da başlayırıq vurmağa. Bu formada. Onu da qeyd edim dostlar, bu tüklər kağızdan kənara çıxmamalıdır. Kağızdan kənara çıxsa, bu şey saçda yanmalar baş verə bilər. Bu formada saçı yenidən vurur. Bu formada uşaqlar görürsünüz. O necə gözəl, səliqəli formada bu qidlərimizi Yunus usta bağlayıb. Daha yekunlaşma üzrəyik, az qaldı ki. Ay sağ ol. Maşallah. Əla çıxır. Uşaqlar görürsünüz. Necə gözəl sıralama ilə bu qidimizi tamamladıq. Keçid edirik dərmanlara. İndi nə edirik? Yekunlaşdıq. İndi dərmanlama prosesimiz getdiyinə görə qardaşım gözlərini bağlayır ki, dərmanın gözünə təmaslanmasın. Ay sağ ol. Bu şəkildə. Bu da bizim dərmanımızdır. Bəli dostlar.
saçımızı çekip saçımıza kurduğumuz her bir hissəyə bir farklı gidiş. Gördüğünüz gibi bu formada. Bəli dostlar, indi qurutma işimiz getdi. Hal-hazırda indi saça hava vurmağa keçirik. Formada başlayırıq saça hava vurmağa. Burada da saç yapılır, saç. Şu dostlar, hava işimiz artıq bitdi. Saçını gedirik yumaq. Ne edirik? İndi usta fizyoloji saçı Saçımızı yuyuruq. yuyuruq. Bəli, bəli. Dərmanı yaxalayırsan da. Bəli, bəli. Dərmanı, Bəli. vurduğumuz dərman hamısını durular Hə, var. formada. Qardaşın saçını yuduq. Yuyandan da sonra keçirik hara? Sonuncu dərmanımızı vurmaq. Dərmanımıza. Neçə dəqiqə saxladın yumaqda Yunus? Yumaqda usta 10 dəqiqə. 10 dəqiqə. Bax dostlar, 10 dəqiqə saçı yuyursunuz ki, o dərman həll olunsun. İndi keçirik o birisi dərmanımıza, köpüyə. Süz. Ay, sağ ol. Bu bizim köpüyümüzdür dostlar. Bəli dostlar, baxın gördüyünüz kimi bu formada saçı yaxşıca yuyuruq. Formanın saçın hər tərəfini yaxşıca yuyuruq ki, köpük tamamilə təmizlənsin saçdan. İndi feyz üçün də kəsimlərimizi edirik uşaqlar. O, Rəşid ustamız da gəldi. Rəşid usta, Bəli. gör qardaşın firması necə çıxıb, bəyənirsən? Allah. Super. Bax, saçda heç bir Sıfır yanıq, olmaz. zat, heç bir problem yoxdur. Yox. Ağ işıq vurur da cəmaət görür burada. Ha. Sarı olur da yanan saçsın. Amma qapqara. 1 qram yanma yoxdur. Maşallah olsun, əllərinizə sağlıq. Sağ ol qardaş, Allah səndən razı olsun. Feyl edirsən? Videomuz da yavaş-yavaş bitmək üzrədir. Burada da dostlar var bizim YouTube'un butonu var. Zəhmət olmasa siz də Barbar Mehman səhifəsinə takip atın, bəyənin. Qardaş, deməli sən filmavı bitirdik. İndi xoşun gəldi, gəlmədi, yo qalıb sənin ötəvə. Möhtəşəm, çox sağ ol. Bəyənmisən də? Əllərinizə sağlıq, çox möhtəşəm. Təşəkkür edirəm, var olasan.